Salam dəyərli izləyicilərimiz, Şahin TV-dən hər birinizi salamlayıram və mən bu günlərim Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin Kəlbasayönlü kəndinə gəlmişəm və burada 20 sot məhəllənin içində yerləşən mini bir tikili ilə sizi tanış edəcəm. Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyində yerləşən bağçanın düz yanında yerləşir. Yəni 200 metr məsafədə yerləşir bu gördüyünüz məhəllə və keçək sizi məhəllə ilə tanış edeyim. Və gördüyünüz kimi dəyərli izləyicilərimiz 20 sot məhəllənin içinə daxil olduq və burada belə bir tikili var. Tikilinin içində heç bir yaşayış yoxdur. Sadəcə olaraq boş tikilidir. Və kərpişdən alan bir tikili gördüyünüz kimi. Və tikilinin arxa hissəsində belə bir tikili var. 50 biçim istifadə olunur. Və həyətimizin ərazisi gördüyünüz kimi çox böyükdür. Sadəcə yaşayış olmadığı üçün. Ona görə məhəllə təmizlənməmiş bir formadadır. Gördüyünüz kimi dəyərli izləyicilərimiz. Hal-hazırda bu məhəllə əl-yandıqdan satılır. Qiyməti çox münasibdir. Və gördüyünüz kimi dəyərli izləyicilər, məhəllənin yol hissəsi, yəni yol tərəf hissəsi, hər tərəfi zabordur. Və həyətin ayağında bir dənə ayaq dolusu. Gördüyünüz kimi meyvə ağaçları da var. Hal-hazırda otlasın ki, həyəti dəyərli izləyicilərimiz təmizləmək lazımdır. Alan özü inşallah təmizləyəcək və qapıda belə bir dənə ağacı var və üstündə çox gözəl üzüm tənəyi var. Və dəyərli izləyicilərimiz, bu evlə, yəni bu məhəllə ilə bağlı hər hansı bir məlumatı almaq üçün bizim ekranda əlaqə nömrəmiz olacaq. Siz o əlaqə nömrəsi ilə əlaqə saxlayaraq, yəni bizlə əlaqə saxlayaraq məhəllə haqqında bütün məlumatları biz özümüz sizə çatdıracaq. Kim alırsa Allah çox xeyir versin. Təşəkkür ederim.